Hər vaxtınız xeyir olsun, dəyərli dostlar. Bu günləri yenə də səyahət edirəm. Uzun bir yol gedəcəm. Hardasa, belə deyim də, 110 kilometr yol gedəcəm. Keçən dəfəki hekayənin ardını danışacağım mən sizə. Xatırlayırsınız, Fransaya gəlmişdim. 2014-cü ildə Fransada universitetə qəbul olmuşdum və qəbul olduqdan sonra da qəbul olduqdan sonra nələr baş verdi, onu danışacağım sizə. Yol boyunca özümü çəkməyəcəm, çalışacağım özümü yox, yolu çəkim, yolu görəsiz. Və üzərimdə mikrofon olduğu üçün bugün səsin daha yaxşı olacağına inanıram. Keçən dəfə açığı o qədər xoşlamadım. Özüm baxdım, xoşlamadım. Yenə deyirəm, bu videoda öyrənəcəyiniz çox böyük bir şey yoxdur. Sadəcə olaraq uzun yol getdiyim üçün belə yolu çəkəcəm, danışacağım. Elə bir ki, yanımda kimsə var. Bir də xatırlamağa çalışacağım ki, nələr yaşamışam. Hər 6-cı gün fərqli bir şəhərə getdiyim üçün belə maşın sürürəm. Saatlarla 1 saat, 2 saat elə olur 2 saat yarım maşın sürürəm. 2 saat yarım getmək, 2 saat yarım gəlmək və s. Və elə olur ki, gün ərzində 500 kilometr falan yol gedirəm. Maşın sürməyi xoşlayıram açığı. İndi heç nə, videonu dediyim kimi də elə eləyəcəm ki, yolu görəsiz də məni görməyiniz o qədər ehtiyac yoxdur. Aha, belə qoyum. Elə eləyək ki, prosto şey getdi içəriyə. Bunun altına bəlkə bunun altına bir izolenta qoyaq. İzolenta ki, yapışsın da ora. Şey olmasın. Maşın sağa sola gedəndə tərpənməsin də. Bax, onu eləməyə çalışıram. Kamera tərpənməsin. Keçən dəfə plastik bir şey tapmışdım. O qəşəng işə yarayırdı. İndi məcbur əlimdə sadəcə izolenta var. Bundan bir topa halında düzəldirəm. Bunun altına çalışacağım, qoyum. Böyle bir şey. Və bilmirəm, istədiyim keyfiyyət olacaqmı, olmayacaqmı? Elə bilirəm, istədiyim keyfiyyət alınmadı. Biraz ortalama qoyaq. Aslında böyle bir şey. Aha. Bu sıxışdıraq biraz. Tamam. Belə oldu. Yəni, heç yoxdan yaxşıdır deyək. Tamam. Gedək görəkdən, Allah kərimdir. Nə göstərəcək? Həm yolu görmüş olarsınız, həm heç nə də Fransada yollar necə olur, onu görmüş olarsınız. Nə bilim, maraqlı şeylər çıxar qarşımıza, onu görərsiniz. Bilmək olmur ki, havanın temperaturu yüksəkdir, hava içəriyə də arı girdi. 26 dərəcədir. Tamam. Hər şey hazırdır. Suyumuz da buradadır. Suyumuz da var. Getdik. Yolçu yolunda gərək. İndi hal-hazırda mən Saint şəhərindəyəm. Saint fransız dilində müqəddəs deməkdir. Yəni, müqəddəslər. Saint S ilə yazılır. Sonunda cəmi vardı. Müqəddəslər şəhərindəyik. İnşallah kamera axıra qədər bizi götürər. Yormaz. Yorsa məcbur bağlamalı olacağım. Gül kimi açmışam. Şey olmasın. İndi əsas yola keçək. Sonra başlayacağım danışmağa.
Yaxşı, düz gedəcəyik. Vaxtım olsaydı buraları gəzərdim. Tamam, düz getmirmişik. Dönəcəyik. Ay, sağ ol. Yanlış getdim. Yanlış getdim. Aha, demək buradan dönürük. Dönürük, buradan çıxırıq. Ay, sağ ol. Elə bir səhv getmişdim. Buradan çıxırıq. Sonra bir dənə də kuruq olacaqdı. Orada sol tərəfə gedəcəyik. Ay, sağ ol. Rochefort tərəfə gedirik, tamam. Aha, bu kuruqdan çıxırıq bura. Elə bir otoyola keçirəm də mən, şose yola. Hə, indi peyaj olacaqdı qabaqda. Peyajın Azərbaycan dilində nə olduğunu tam bilmirəm. Hə, buradan sağa dönəcək. Elə bilirəm. Nədir bilmirəm, yox. Azərbaycan dilində mənasını bilmirəm. Bilənlər yazsın, mən də bilim. Aysa budur, baba, peyaj budur, qardaş. Peyaj budur. Dans 500 mètres, utilisez la voie de droite vers Addis en direction de Paris. Aha, yaxşı. Buradan indi dınq eləyəcək, keçəcək. Ay, sağ ol. Vəsiyo. Getdik. Dedək ki, sağ tərəfə, Paris istiqamətində getməliyik. Paris istiqaməti. Burada yolun sürəti 300'dür. Hə. Pardon, estağfurullah, 300 nədir? 300 deyil, şeydir. 130 demək istəyirdim. 130 ilə gedirik. Yəni 130 ilə getmə ixtiyarımız var. Hal-hazırda şose yola çıxmamışam, otoruta çıxmamışam. Ona görə hələ ki 70 ilə gedirəm. İndi burada başlayıram sürətlənməyə. Burada birbaşa çıxacam 130-a. Ay, sağ ol. Vəsiyo. Yaxşı. 126 kilometr bu avtoyolla gedəcəyik, otoyolla gedəcəyik. İndi rahat yola çıxdığımız üçün mən sizə hekayənin ardını danışacağam. Nə baş verdi? Mən təqaüd qazandım 2014-cü il. 20 yaşım var. Çox gəncəm. Hələ özümü yetişkin kimi hiss eləmirəm. Çox cavan hiss edirəm özümü. Və belə bir məsələ gəlibdir ki, bəs mən artıq tək başıma tanımadığım bir ölkəyə gedəcəm. Tanımadığım bir şəhərə gedəcəm. Təbii, həm sevinirəm, həm içimdə biraz qorxu var. Həm şübhələrim çoxdur. Hələ inana bilmirəm ki, həqiqətən qəbul olmuşam. Özümə o qədər çox güvənmirəm. Nəysə, amma nəticə odur ki, qəbul olmuşam və artıq avqust ayında mən olmalıyam Fransada. Avqust ayında getməliyəm. Nəysə, içimdə biraz nostaljik hisslərlə bütün sənət-sünətlərimi düzəldirəm. Pasport məsələlərini falan düzəldirəm. Hər şey o qədər asan gedir ki, sanki mən heç bir şey eləmirəm, öz-özünə həll olur. Çünki viza falan almaq məsələsi adətən asan olmur, adətən çətin olur. Mənim üçün amma çox asan oldu, dəhşət asan oldu. Çünki verdikləri təqaüd yüksək idi. Mənim üçün
artıq ev tapmışdılar. Əsas o iki məsələdir. Ev tapmaq məsələsidir və maddi aylıq gəlirinin olması məsələsidir. Onlar olduqdan sonra zaten viza almaq asan olur. Mənə aylıq 1000 avro deyəsən pul verirdilər. Yaxşı bir təqaüd idi və bütün Azərbaycanda bu təqaüd vasitəsilə Fransaya gedən yeganə adam mən idim həmin il. Bunu fəxrlə deyirəm, çünki səfirliyə gedəndə oradakı müşavir çox böyük fəxarətlə dedi ki, bəs Fransaya bu təqaüd vasitəsilə gedən yeganə adam bu adamdır, məni dedi və mən də o gündən bəri o hadisəni unutmuram. Biletləri alacaqdım. Biletləri şirkət dedi ki, bəs biz alacağıq, ingilis dilində danışırdılar. Biz alacağıq, sən heç bir şey eləmə. Biletləri aldı, amma peresatkalı biletlər aldı. İstanbula gedib oradan başqa bir təyyarəyə minib sonra getməli idi. Mən də təsəvvür eləyin, heç bir zaman elə uzaq bir məsafəni peresatka ilə getməmişəm. Necə eləyirlər bilmirəm, məlumatım yoxdur. Və xahiş elədim ki, mənə biletləri birbaşa alasınız, direkt alasınız. Və onlar qəbul elədilər, mənə birbaşa Bakı-Paris bileti aldılar. Bakı-Paris bileti və o vaxtda heç unutmuram. Maddi vəziyyətimiz o qədər belə yüksək deyildi, amma anam gətirdi, dedi ki, bəs pul düzəltmişəm, mənə deyəsən 600 avro pul verdi. Yəni həmin vaxtı o pul dəhşət dəyərli və çətin əldə edilə bilən bir pul idi. Yəni çox mənə kömək oldu həmin pul. Çünki Fransaya gələn kimi məndən şey istədilər. Dedilər ki, bəs kirayəni ödəməlisən. Təqaüdüm də hələ gəlməmişdi mənim. Təqaüdüm gəlmədiyi üçün məcbur kirayənin bir hissəsini ödəməli oldum. Əgər üstümdə o pul olmasaydı, düzdür, gözləyərdilər, amma biraz çətin olardı da mənim üçün. Həmin pul mənim həyatımı qurtardı deyək də. Çox kömək oldu mənə. Nəysə, biletləri falan şirkət aldı, viza məsələsi falan həll edildi. 28 avqust 2014-cü ildə mən Fransaya yola qoyuldum. 1 illik viza almışdım. Getdim. Sonra Fransaya səhər saat 10-da çatdım. Xatırlayıram, hamısını xatırlayıram. Səhər saat 10-da çatdım. Saat 14:00-da da mənim birbaşa aeroportdan Poitiers şəhərinə bir qatarım var idi. Həmin qatar saat 17:00-da çatırdı. 17:00-da çatırdı Poitiers'ə və mənim gedəcəyim yataqxana da saat 17-də bağlanırdı. Mən əvvəlcədən mesaj yazmışdım. Fransızcam o qədər yaxşı deyildi açığı. A2 səviyyəsi falan olardı məncə. Amma böyük motivasiyam var idi. Ona görə qorxmadan mesajlar yazırdım. Və yazmışdım ki, bəs saat 17-dən sonra mən gəlib çatacam da, olar ki, məni qəbul edəsiniz. Nəysə, heç bir cavab yazmamışlar, amma mən birbaşa gəldim, çatdım şəhərimizə. Şəhərə baxan kimi mən bu şəhərə aşiq oldum. Yəni, vağzalı gördüm sadəcə. Dedim ki, ayda, bax, bura mənim artıq həyatımı davam eləyəcəyim, yaşayacağım yerdir. Tanıdım onu. O, bilmirəm, hansı surədə var deyir, Bibliyada yazılıbdır ki, nə bilim, sən baxdın, sənin adınla mən səni tanıdım, belə bir maraqlı ifadə var. Mən də o şəhərə baxdım, o şəhəri tanıdım. O şəhərin mənim də o şəhərə aid olduğumu başa düşdüm. O dərəcədə, yəni, yaxşı hiss elədim o şəhərə düşən kimi. İndi yaşadığım şəhərdir, Poitiers şəhəri. Elə böyük bir, fərqli bir şey yoxdur. Sadəcə olaraq mənə çox doğmadır və həmin vaxtıda o şəhərə mən düşən kimi o şəhəri, belə deyək də, tanıdım. O şəhərə aid olduğumu hiss elədim. Nəysə,
Çatdım şəhərə, indi gedib taksiyə minməliyəm. Taksiyə getdim, gördüm taksilər dayanıb, mindim. Deyirəm ki, məni Descartes-ə aparmalısan. Fransız dilində də Descartes yazılır, Descartes yazılır. Prosto onu Descartes olaraq tələffüz edirlər. Nəysə adam dedi ki, tamam apararam. Deyəsən 20 avroya məni vağzaldan Descartes-a apardı. Düz qabağında B binasının qarşısında mənə düşürtdü. Biraz söhbət də elədik, amma açığı həm yorğun idim, həm fransızcam o qədər də belə yaxşı deyildi açığı. İndi oradan durub gəlmişdim, güya yaxşı bilən olaraq, amma yaxşı bilən olaraq hardasa A1 səviyyəsinin sonu, A2 səviyyəsinin əvvəli idim də, belə deyim. Yəni tam belə mükəmməl özümü ifadə edeyim, suallar verim. İndi bizdə taksiyə minirsən, soruşursan da ki, qardaş işlər necə gedir? Qazanc varmı, nə bilim, belə suallar falan verməyi çox istəyərdim həmin vaxt, amma verə bilmədim. Sadəcə 2-3 dənə söz dedim. O da gördü, yox, belə normal danışmıram, danışa bilmirəm. O da çox şey eləmədi, sıxmadı. Çatdım nəysə Descartes-ə, Descartes-a. Bu arada o Descartes dediyim şey yataqxana. Descartes-ın məşhur o filosof var, deyir ki, mən düşünürəm, deməli varam. Onun adına yaradılmış bir yataqxanadır və həmin yataqxananın təbii tarixçəsi var. Descartes-ın da tarixçəsi var. Descartes bizim şəhərdən çıxıbdı. Nəysə, getdim, çatdım, indi orada girmişəm resepsiyona. Deyirlər, bəs sən kimsən, sən hardan gəlibsən? Mən də düşmüşəm mandrajı, özümü tam ifadə edə bilmirəm. Orada sadəcə deyirəm ki, relasyon internasyonal, yəni ki, beynəlxalq münasibətlər şöbəsi məni göndərib. Bir dənə onu deyə bilirəm, böyük bir mandrajdayam. Bu arada piraşki gətirmişdim. O piraşkiləri heç vaxt unutmuram. Anam piraşki bişirmişdi, kartoflu piraşki. Qoymuşdu ki, sən bunu yeyərsən orada. Bir də deyəsən tək piraşki deyildi, şey falan da var idi. Paxlava idi, nə idi, belə şeylər. Hə. Nəysə, onları niyə deyirəm? Çünki ac idim və hələ tam olaraq uyğunlaşmamışdım. Nə necə edilir bilmirdim. Hə, orada özümü tam ifadə edə bilmədim. İçəridən müdür gəldi. Müdür dedi ki, sən adın, soyadın nədir? Adımı, soyadımı, pasportumu verdim. Tapdılar məni, otağımı verdilər. Otağın nömrəsini indiyə kimi xatırlayırdım, indi yadımdan çıxdı. 133 idi deyəsən. Birinci mərtəbə idi. Yox, 333 idi. Üçüncü mərtəbə idi. 333. Qəşəng bir otaq idi. Hə, otağın açarını falan verdilər. Məndən 3-4 dənə sənəd sünədi istədilər. RIB deyilən bir sənəd istədilər, bankın rekvizitləri falan, məndə də yoxdur. Elə şeylər bilmirəm, görməmişəm. Azərbaycanda məni tam hazırlamayıblar. Mən ona görə dostlar, Fransaya gələn tələbələr üçün video hazırlamışam ki, bax mənə vaxtında tam hazırlıqlı hansı sənədlər istənilə bilər, hansı sənəd nədir, nə işə yarayır, onları izah edən bir adam olmamışdı. İndi mən sizin böyük qardaşınız kimi belə deyək də, bu videonu orada hazırlayıram, pulsuz bir şəkildə gedib baxasınız. Sonra da təşəkkür falan eləməyiniz də istəmirəm. Əsas bir yerə gedib çıxın, millətimiz üçün yaxşıdır. Zaten eləmirsiniz. Hə. Nəysə, getdim, şeylədim də, otağı falan verdilər. Biraz özümdə özgüvənsizlik yarandı ki, bəs mən özümü rahat ifadə edə bilmədim. Ondan sonra şey oldu. Nəysə də getdim, otağıma yerləşdim. Otaqda gördüm, nə paduşka var, nə yorğan var, nə adyal var. Heç bir şey yoxdur. Hava biraz soyuq idi, gecə idi. Otağı xoşladım amma. Otağa baxdım, hamamı var, bir stüdyo kimi bir şeydi də. Hamamı var idi. Hamam, tualet, yataq. Yuxarı hissədə
Belə siyirtmələr var idi. Çəkməcələr. Qəşəng bir otaq idi. Yəni bir nəfər üçün yaxşı idi. 9 metr kvadrat. Və mən bu otaq üçün 231 avro pul ödəməli idim aylıq. Nəysə, getdim, o qədər yorğunam ki, pirajkiləri falan qoydum şeyə. Xaladenikə özüm də bir qurtka gətirmişdim. Qurtkanı geydim, uzandım, meyit kimi yatdım da, belə deyək. Hardasa bir 6-7 saat ancaq yatmışam. Sadəcə yatmışam. Bir də orada bir şey yadıma düşdü. Oradakı müdür indi suallar verir, mən suallar verirəm. Müdürə dedim ki, bu yataqxanaya girib çıxmaq üçün icazə var, yoxsa azadıq? O da belə baxdı biraz ki, də bu nə sualdır görəsən verir. Bizdə yataqxanada icazə ilə girib çıxırsan axı, saatla. O da dedi, o nə vaxt istəyirsən girirsən, nə vaxt istəyirsən çıxırsan, problem yoxdur. Nəysə, ondan sonra artıq mənim ilk günüm başlamış sayıldı. 28 avqust, Fransadayam. Səhərsi gün getdim avtobusları kəşf eləməyə. Dayanacaqlara baxıram, sözləri oxuyuram, hər şeyi oxuyuram, aksanlara baxıram. Hər şey mənim üçün o qədər fərqlidir, hər şey mənim üçün o qədər yenidir ki, beynim dayanmadan işləyir, tez yoruluram. Avtobusa minməyə çalışdım. Avtobusa minmişəm, indi düşəcəyim yeri bilirəm. Avtobus düşəcəyim dayanacaqda saxlayır, amma qapını açmır. Mən də əsəbləşmişəm. Qapıya şey deyirəm ki, belə tık edirəm ki, də qoy, heç olmasa aç, amma qorxumdan da bir şey də deyə bilmirəm. Oradakı adamlar qışqırdılar, la porte. Orada başa düşdüm ki, qapı açılmayanda la porte deməlisən. 2-3 il sonra da başa düşdüm ki, qapının açılmama səbəbi mənim avtobusdakı o qırmızı düyməyə basmamağımın nəticəsiymiş. Fransada qayda sən demə belə imiş. Avtobusda düşəcəyin dayanacaqdan əvvəl orada qırmızı düymə olur. O qırmızı düyməyə basmalısan ki, avtobus saxlasın, qapını da açsın. Onu eləməsən, saxlaya bilər dayanacaqda, amma qapını açmaya bilər. Mən onu sonradan öyrəndim. Ona görə qapını açmırmışlar. Və bir də onu öyrəndim ki, avtobusa Fransada qabaqdan minirsən, arxadan düşürsən. Axı mən həmişə Azərbaycanda arxadan minirdim, düşmək istəyəndə qabaqdan düşürdüm ki, orada pul ödəyib düşəcəm də, amma Fransada fərqlidir. Kartı əvvəlcədən alırsan, qabaqdan minirsən ki, orada qabaqda maşınlar var da, o makinəyə toxundurursan, kartı təsdiqləyir, təsdiqlədikdən sonra gedirsən, sonra arxadan da düşürsən. Qabaqdan minib arxadan düşürsən. Bunu yavaş-yavaş öyrənməyə başladım. Yəni, hər gün yeni nələrsə öyrənirdim də, onu demək istəyirəm. Hər gün yeni nələrsə öyrənirdim. Yuxum gəlir. Oradakı şeyləri görürsünüz. Külək dəyirmanlarıdır. Nə deyirlər ona? Rüzgar gülü. Getdim, neysə, səhərsi gün getdim Relasyon Internasyonal mərkəzinə, beynəlxalq münasibətlərin mərkəzinə. Orada bir adamdan görüş təşkil eləmişdik, məni qəbul eləyəcək adamdan. Getdim, danışdıq, məndən ingiliscə danışdılar, gördülər, yox, ingiliscə bacarmıram, fransızca danışdılar. Nəysə, izah elədilər bəzi şeyləri, avtobus yolunu və s. hər şeyi. Mənə bir dənə sumka verdilər. Sumkanın içərisində də şey var idi.
alma soku var idi. Onu xatırlayıram indiyə qədər. Qəşəng alma soku idi. Sonradan öyrəndim ki, Poitiers şəhəri alma soku ilə çox məşhur imiş. Bir də Bourgogne du Poitou var idi içərisində. Onları mənə verdilər, biraz tanış olduq, sonra göndərdilər ki, bəs bankaya gedəcəksən, bankda sənin kartın həll olunacaqdır, kartını alacaqsan. Ondan sonra dedilər ki, universitetinizə getməlisən, orada qeydiyyatdan keçməlisən. Bax, həmin o 600 avro pul var, bax, həmin o 600 avro pulun anamın verdiyi pulun müsbət tərəflərindən biri o idi ki, universitetə gedəndə də müəyyən qədər pul ödəməli idim. Çox yox, haradasa 50-55 avro deyəsən pul ödəməli idim. Və o pulu da o mənə verilən nəqd puldan ödədim. O olmasaydı ödəyə bilməyəcəkdim. Nəysə, ondan sonra getdim banka. Bankda görüşüm var imiş. Orada danışdığım adamla dedi ki, bəs sənin dosyen açıqdır, bank kartın gəlibdir, bank kartını mən sənə verirəm. Amma dedi ki, bu bank kartından 20 avro gələcəkdə retrait eləməlisən ki, bank kartın aktivləşsin. Mən də retrait sözünü səhv başa düşürəm, elə bilirəm ki, şeydir. Retrait elə bildim ki, deyir ki, siz bizə nəqd olaraq 20 avro pul ödəməlisiniz ki, biz sizin kartınızı aktivləşdirək. Yanlış anlamışam. Nəysə, getdim evə, relasyon internasionalə yazdım ki, bəs qardaş, bunlar məndən 20 avro pul istəyir, məndə də o qədər pul yoxdur. Siz olar ki, mən 20 avro verəsiniz, mən bursum gələndə sizə qaytarım. Bu da bunlarda elə bir şey yoxdur, axı qeyri-professionaldır mən elədiyim. Nəysə, cavab yazmadı. Cavab yazmadı. Mən də gözləyirəm. Hardasa bir həftə çətin zamanlar yaşadım. Yəni, çalışırdım ki, pulumu qənaətli xərcləyim. Həm o qədər inanmırdım ki, də mənə bunlar təqaüdümü verəcəklər həqiqətən. Həm də inanmadığım üçün də deyirdim, pulun hamısını xərcləməyim də, birdən ödəməzlər və s. pulsuz qalaram. Nəysə, bir müddət keçdi, bir həftə falan sonra təqaüdüm gəldi. Baxdım ki, hesabımda 900 avro pul var. O qədər sevindim ki, həyatımda ilk dəfə idi ki, Fransadan kimsə, elə bir hansısa qurum mənim hesabıma özdə Université de Poitiers yazmışdı. Poitiers Universiteti. Mənim hesabıma 900 avro pul keçirmişdi. 950 idi ya nə qədər idi. Elə bir şeyləri falan çıxmışdı da. O xərcləri falan hamısına çıxmışdı. Qalan pul 900-nə qədər idi. Mən həmin pulla getdim özümə, nə bilim, yemək falan, qəşəng şeylər aldım və pulu alandan sonra da qardaşıma yazdım. Sevinirdim axı. Adam sevinəndə nəyisə paylaşmaq istəyir, məlumatı paylaşmaq istəyir, kimlənsə danışmaq istəyir. Mən də qardaşıma yazdım, sevincimi bölüşdüm. Bir də Ruslan müəllimə yazdım deyəsən. Sevincimi bölüşdüm ki, bəs budur da, pul gəlibdir, hər şey qaydasındadır. O vaxtda WhatsApp falan yox idi. Atam-anamla Skype vasitəsilə danışırdıq. Sonra Skype-la yenə danışdıq. Atam-anama da dedim ki, bəs puldur da, gəlibdir, qaydasında da hər şey, işlərim yaxşıdır. Sonraki mərhələdə mən artıq universitet qeydiyyatından da keçdiyim üçün, sağlamlıq sığorta məsələlərini falan da həll elədiyim üçün mənə vaxt dedilər, sentyabr ayında sizin dərsiniz olacaqdır. O dərsə girəcəksiniz, başlayacaqsınız. Magistratura 1-ci kurslarından dərsə girəcəksiniz dedilər. Mən də hazırlıq kursuyam. Yəni, tam olaraq nəyə aid olduğumu falan bilmirəm. Öz də səviyyəmdə çox, dediyim kimi, də aşağıdır, yüksək bir səviyyəm yoxdur. A2, B1 bəlkə olar, olmaz. İndiki ağlımdan mənə elə gəlir ki, A2 səviyyəm var idi. Nəysə, getdim, girdim
həmin bu toplantıya, iclasa. İclasda görürəm ki, danışırlar, söhbət edirlər, insanlar bir-birlərini təqdim edirlər. Orada şey var idi, diplom müdafiəsi idi. Diplom müdafiəsi, müəllimlər falan oturub görürəm ki, müəllimlər mənə diqqətlə baxır. Maraqlıdır da, görürsən bu kimdir? Çünki mənim adım heç bir listədə yox idi. Nəysə, axırda müəllim gəldi, məndən danışdı. Dedi ki, bəs sən kimsən? Sən hardan gəlibsən? Mən də izah elədim, özümü ifadə elədim. Dedim ki, bəs mən Erasmusam. Adımı, soyadımı, hansı ölkədən gəldiyimi dedim. Hə, dedi, yaxşı, mən sənə broşuraları verirəm və dərslərin tarixlərini, vaxtlarını deyirəm. Bir də dedi ki, bəs sən koordinatorla görüşməlisən. Koordinatorun adını falan verdi mənə. Dedi ki, buna bir mesaj yazarsan, məlumatı olsun. Hə, nəysə, artıq magistratura qrupuna mən qəbul edildim. Yəni, artıq bir çevrəm var idi. Artıq mən magistratura birinci kursların qrupuna aid idim, təsəvvür edin. Nəysə, sosiallaşmaq üçün magistratura qrupundakı tələbələrin hamısına bir mesaj yazdım. Dedim ki, bəs özümü təqdim elədim. Mən kiməm, adım nədir, soyadım nədir, hardan gəlirəm, sizlə bir sinifdə olduğum üçün xoşbəxtəm və s. Uşaqlar çox yaxşı qarşıladılar. Onlar da mənə cavab yazdılar. Dostlaşdığım tələbələr oldu, birlikdə yemək yeyəcəyim tələbələr oldu, söhbət eləyəcəyim tələbələr oldu. Yəni, gedən kimi məni bağırlarına basdılar deyək də. Qəşəng oldu. Yaxşı oldu hər şey. Ondan sonra yavaş-yavaş artıq dərslərə girməyə başladım. Mənim üçün çox çətin idi, çünki hər şeyi başa düşə bilmirdim. Magistratura səviyyəsi C1 səviyyəsidir. Tam başa düşə bilmirdim. Əlimdən gələni eləməyə çalışırdım, əlbəttə ki. Amma bəzən alınırdı, bəzən alınmırdı. Yenə də geri çəkilmirdim. Utanırdım, təqdimatlar eləmək lazım olurdu və s. Yəni belə. Sonra mətbəxdə, bizim mətbəximiz ümumi mətbəx idi. Yəni mənim otağımın içərisində mətbəx yox idi. Mətbəxdə başladım, gördüm ki, insanlar gəlir, başladım onlarla danışmağa, münasibət qurmağa. Məhəmməd adlı bir Əlcəzairli oğlanla tanış oldum. Aleksandr adlı bir Meksikalı oğlanla tanış oldum. Bir də Alice adlı və Clement adlı fransız uşaqlarla tanış oldum. Onlarla artıq başladıq məşq eləməyə, yemək yeməyə, çay içməyə. Mən onlara çay düzəldirdim, onlar mənə makaron düzəldirdilər. Yəni, gözəl günlərim başladı. Ta ki, ilin ortalarına qədər. İlin artıq ortalarına çatanda, yanvar ayına qədər qayğısız həyat yaşadım da, belə deyim. Düzdür, imtahanlarım falan var idi, imtahanları yaxşı keçmişdim. Amma yanvar ayından etibarən bir şeyin fərqinə vardım ki, qardaş, sənin təqaüdün 10 aylıqdır da, 5 aydan sonra yanvar, fevral, mart, aprel, may, iyun ayında sənin təqaüdün bitir. Yəni, sən artıq özünə bir çarə qılmalısan, özdə sən masterdə oxumursan, hazırlıqda oxuyursan. Özünə başına bir çarə qılmalısan, ya Azərbaycana qayıdacaqsan, ya da ki, burada magistraturaya qəbul olmaq məcburiyyətindəsən, amma təqaüdün olmayacaqdı, onu da necə eləyəcəksən. Yəni, stresə düşməyə başladım ki, qardaş, mənim axırım nə olacaqdı da? Mən bütün ömrüm boyu 1000 avro mənə pul verməyəcəklər ki, getdincə. Bunun bir nəticəsi olmalıdır.
artıq məndə stres yaratmağa başladı. Amma müsbət bir şey deyim sizə. Müsbət şey odur ki, mən çox sosial olduğum üçün sentyabr, oktyabr, noyabr, dekabr 4 ay içərisində dil səviyyəmi o qədər yaxşılaşdırmışdım ki, mən inanırdım ki, hardasa C1, C2 səviyyəm var da. Hə. C1, C2 səviyyəm olduğuna inanırdım. Çox, yəni qəşəng irəliləmişdim. Təsəvvür edin, A2 səviyyəsindən C1 səviyyəsinə ulaşmaq hər adamın işi deyil. Amma rəsmi deyildi də. Rəsmi ola bilməsi üçün mən məcbur hər hansı bir imtahandan keçməli idim. Özümə güvənmədiyim üçün dedim ki, mən qoy TSF imtahanına gedim girim də. TSF imtahanının daha asan olduğunu düşünürdüm. Və çünki magistraturaya müraciət eləməli idim mən. Artıq birbaşa müraciət eləməli idim birinci kurs üçün. Fransada qaydalar elə idi. Birinci kurs və ikinci kurs üçün ayrı-ayrı müraciət edirsən. Nəysə, getdim. TSF imtahanına girdim. TSF imtahanından C1 səviyyəsi aldım. C2-dən C2 olmağına çox az qalırdı. Yəni, bir neçə balla C2-ni qaçırdım deyək. Artıq 2015-ci ildir də, yanvar ayı 2015-ə girmişik. Və C1 səviyyəm vardı, rahatam. Müraciətimi getdim, elədim. Magistratura birinci kurs üçün müraciətimi elədim. Amma qorxularım çoxdur, bilmirəm necə olacaqdı. Onun üçün də əsas pul məsələsi də. Mən təqaüdüm bitir axı. 5 ay sonra təqaüdüm olmayacaqdı. Sırf onun üçün də başladım artıq iş axtarmağa. Nə iş olur olsun, dedim ki, mən qərarımı vermişəm. Fransada qalıb təhsil alacam, diplom alacam və bu təhsilimi maliyyələşdirmək üçün mən məcburam ki, işləyim. Başladım, hara gəldi, sevə göndərirəm. Təsəvvür edin, tabut daşıyan işi vardı, ora müraciət eləmişəm. Qab yuyan işi vardı, ora müraciət eləmişəm. Oteldə gecə gözətçisi işi vardı, ora müraciət eləmişəm. Sonra nə işi var idi? Universitetdə əlil tələbələr üçün assistent işi vardı, ora müraciət eləmişəm. Ondan sonra, yəni ağlınıza gələ bilən hər yerə müraciət eləmişəm. Hər yerə. Prosto problem orasındadır ki, mənim sevim də yaxşı deyil, motivation letterim də yaxşı deyil, heç bir şeyim qaydasında deyil. Heç bir şeyim qaydasında deyil. Nəysə, heç bir yerdən müsbət cavab gəlmir, heç bir yerdən ümid işığı görünmür. Heç bir yerdən. Sıfır. Nəysə, mən yenə də deyirəm ki, mənim inancım qorxularımdan daha böyükdür, inancım qorxularımdan daha böyük olduğu üçün də heç bir şey olmamış kimi irəliləyirəm. Sanki heç bir şey olmayıb. Elə irəliləyirəm. Davam edirəm. Sanki özümü inandırmışam ki, magistraturaya qəbul olmuşam və özümü inandırıram ki, bir yolu tapılacaq. Bir yolunun tapılacağına inanıram. O qədər inanıram. İnancım qorxumdan böyükdür. Onun üçün də geri çəkilmirəm. Məncə, mənim yerimə başqası olsaydı, türklər demişkən pes eləyərdi. Təslim olardı ki, yox da qardaş, sən işə götürmürlər. Səni işə götürmədikləri üçün zaten pulun yoxdur, sən burada qala bilməyəcəksən. Deyərdi, geri çəkilərdi. Lakin mən geri çəkilmədim. Qətiyyən geri çəkilmədim. Universitetə müraciət elədim. Universitetə müraciət edəndən 2 ay sonra
baxıram ki, mən həyatımda pozitiv heç bir şey yoxdur da. Yəni əsas pul məsələsində pozitiv heç bir yerdən qapı açılmır, amma qəfildən universitetdən müsbət cavab gəldi ki, biz sizi magistraturaya qəbul edirik. Deyəsən mart ayı idi. Qəbul aldım. Magistratura 1-ci kursa qəbul aldım. Plus da mənim müəllimim yazıbdı ki, qardaş, sən hazırlıq kursunda bəzi dərsləri zaten bitirdiyin üçün, yaxşı qiymətlər aldığın üçün magistratura 1-ci kursun bütün dərslərinə girməyə məcbur deyilsən. Hə. Elə bir pozitiv cavab aldım və bu pozitiv cavab məni o qədər sevindirdi ki, günlərlə sevincli qaldım. Neçə gün belə sevincli qaldım. Amma sevincin də, belə deyək də, zamanı daimi olmur. Gerçəklərlə yüzləşmək gerekir. Həqiqət odur ki, qardaş, mənim pulum yoxdur. Mən nə edəcəm? Pul yoxdur. Və qismət elə gətirdi ki, mən bir gün Facebookda gəzəndə gördüm ki, Campus France Azərbaycanda, Fransanın bir, belə deyək də, quruluşudur, təqaüd verən qurumdur deyək. Təqaüd müraciəti yayılıbdır, deyir ki də, belə bir təqaüd vardı, 615 avrolıq təqaüddür, qazanmaq üçün şərtləri yazıbdır. Belə baxıram ki, mən bu şərtlərin hamısına daxiləm də. Universitetdən qəbul almaq lazımdır, nə biləm, zırt-pırt. Şərtlərin hamısına mən daxiləm. Müraciət elədim. Bəxt elə gətirdi ki, mən heç gözləmirdim də belə bir şey çıxar. Amma inanc, çox böyük inancla mən ora müraciət elədim. Və təsəvvür eləyin ki, indi qoyun axırını da sonra gələn həftə danışım da, şey olmasın. Maraqlı olsun, hekayənin ardı maraqlı olsun. Deməli, Campus Fransa təqaüd üçün müraciətdə saxlayaq. Saxlayaq videonu. Videonu yox, videonu saxlamıram. Video hələ bir 5 dəqiqədə getsin. 5 dəqiqədə danışmadan yola baxaq. Amma hekayəni Campus Fransa mart ayında müraciət ilə bitirək. Gələn həftə başqa bir şəhərə gedəcəm. O şəhərə gedəndə inşallah hekayənin ardında danışacağım. İndi 5 dəqiqə sadəcə yolu izləyək. Görürsünüz necə gözəldir. Dostu, sağdakı qaqaş 150 ilə sürür köpək oğlu. Amma onu da keçmək lazımdır, çünki yarı sağ, yarı sol sürür, yorur. Bilmirəm, yatır, nağayırır. Yaşıllıqdır, gözəldir, mükəmməldir. İndi evə gedəcəm. Evdə qəşəng bir yemək bişirmişəm. Toyuq əti və toyuq əti ilə pətənəyi qarışdırmışam. Hə, onları birlikdə bişirmişəm. Bizdə cığatay deyirlər, nə deyirlər? Bax, ondan eləmişəm. Gedib onu yiyəcəm. Turşu ilə qəşəng vuracam bədənə. Sonra da bir dərsim var, o dərsi deyəcəm. Dərsi deyəndən sonra da gedirəm uşaqlarla bu günləri bizim gəzinti günümüzdür. Çıxacaq şəhərə. Uşaqlarla deyirəm, mənim ən yaxın dostum Çağataydır. Çağatay mənim öz qardaşım kimidir. Eyni gündə doğulmuşuq özdə. Təsəvvür edirsiniz? Düzdür, o bir il əvvəl məndən, yox, bir il sonra doğulub məndən. Amma eyni gündə. Nəysə də danışmıram, yola baxaq bir 3 dəqiqə.
Sağdakı dayı 160 ilə sürür köpək oğlu. Maşını yekədi. Rahat bir şəkildə 160'a çıxır. Biz 160 ilə sürmürük. Ona görə mən rahat keçəcəm indi sağ tərəfə. Öz yolumdan irəliləyəcəm. Yəni heç kimdən işim yoxdur. Lazımdır 160 ilə sürmək. Yol amma qəşəng yoldur. Rahat yoldur. Bu yolda 130 ilə sürürsən, prosto pullu yoldur da, pulsuz deyil. Bura girmək üçün pul ödəməlisən. Girmək üçün də, çıxmaq üçün də pul ödəyirsən. O peyaj ondan yanaydı. Ödəmə məntəqəsi deyək də, aysa o peyaja məncə ödəmə giriş məntəqəsi, ödəmə məntəqəsi deyə bilərik. Qabaqdakı vəziyyətə diqqət edin. Sürəti çox yaxındır. Sağda keçəcəyi maşının sürətinə çox yaxındır. Amma yenə də ötmə əməliyyatını eləyir. Elə vəziyyətdə ötmə əməliyyatını eləmək məsləhət deyil. Sürətiniz bir-birinizə çox yaxındırsa. O təhlükəli vəziyyət yaradır. Çatırıq. 20 dəqiqə sonra evdəyik inşallah. Yeməyimi yiyəcəm, bir 15 dəqiqə, 15-20 dəqiqə uzanacağım. Yorulmuşam biraz. Sonra bir dərsim var. O dərsi bitirəcəm. O dərsi bitirdikdən sonra da heç nədə gedirik dostumla gəzməyə. Sonra da bir saat falan şəhərdə fırlanarıq yəqin. Sonra qayıdıb evə yatacam. Rahat yatacam. Bir dənə də kino qoyaram. Yəqin ki, maraqlı bir kino taparam. Efkar döndü dile. Dardon tere.
Bir mahnı var idi. Prosto mahnı qoya bilmirəm. Çünki mahnı qoysam telif yeyir. Videonun gərək təzədən silim. Ya video mahnısını silim. Konsert. Onun üçün də video qoyamıram. O video mahnıya qulaq asmaq istəyirdim. Ötelerden bir efkar efkar dündü dile. Elə bir mahnıdır, qəşəng mahnıdır. Dardan teleyar. Ölmez insan. Efkar efkar döndü dile. Dardan teleyar. Valla mahnı falan bilmirəm. Yalandan qırıldadıram. Aha, radar var imiş. Dans 1,5 km. Sortez à droite. Radara bax hələ. Radarların üstünü bəzən zibil kağızı ilə radara qarşı olan şəxslər eləyirlər, bağlayırlar. Bir də görürsən yekə bir radar, ahanın üstü zibil qabı ilə, zibil torbası ilə örtülüb. Komik. Yani. Bu arada sabahda görüşüm var şeylə. Bu İzmir məsələsi ilə bağlı iş təklifi var idi. Bax o adam mənə təklif edir ki, birinci gün görüşək. Dedim, birinci gün vaxtım yoxdur. Dedi ki, 6-cı gün görüşək. Dedim, 6-cı gündə mənə vaxtım yoxdur. Dedi, yaxşı, onda eləyək. Onda dedi, bazar günü görüşək. Təsəvvür edin, bazar günü iş görüşməsidir. Prosto bu iş görüşməsi, peyaj. Buna artıq ödəmə məntəqəsi deyirik də, razılaşdıq. Ən belə məntiqli, gözəl ad ödəmə məntəqəsidir. Aha, bir dənəsi oradadır. Biz də buradan keçək də onda. Bizim çünki tıqqımız var. Elektronikdir bizdə. Elektronik bura göstərirəm, tıqq gedir, keçirik. Ay, sağ ol, gördün, heç gözləməyə ehtiyac yoxdur. Kart, çek almağa ehtiyac yoxdur. Müsbət tərəfi də budur. Bu ödəmə məntəqəsindən çıxanda sağa sola ətraflı baxmaq lazımdır. Çünki maşınlar görsən gəlir də təhlükəli ola bilər. Tamam. Biz Poitiers tərəfə gedəcəyik. Poitiers. Poitiers sol tərəfdir. Tamam. Tamam. Abeille du Haut-Poitou. Dans 1,1 km. Au rond-point, prenez la deuxième sortie sur D910 en direction de Poitiers. Ötelərdən... Burada da diqqətli olmaq lazımdır. Ay, sağ ol. Qardaş sola çəkdi, sağ olsun. Keçdik. Ötelərdən rüzgar esti. Efkar, efkar. Bax, bura bizim şəhərimizdir, qardaş. Bura bizim doğma şəhərimizdir. Mən burada inkişaf eləmişəm. Mən burada adam olmuşam sözü biraz pis çıxır. Mən yəni belə pis çıxmasın, burada adam olmuşam. Burada ilk işimi, ilk pulumu, ilk qələbələrimi qazanmışam. Bu önəmli bir şeydir. Çox önəmli bir şeydir.
Ya bu elə belə bir şey deyil. Au rond-point, prenez la deuxième sortie sur D910 en direction de Bu Poitiers. şəhər mənə çox o qədər doğmadır ki, Sortez à droite vers yəni D170. ifadə edə bilmərəm. O qədər doğmadır. Qabaqdakı şeyi görürsüz, bu şey var, nə deyirlər ona? Camping car. Bu ləzzətli şeydir. Amma elə bir içində hər şey var da, içində yatağı falan var. Üstündə də deyəsən günəş paneli olur da, elektrikini falan oradan alır, hamamı falan hər şeyi üstündə, içindədir, özü ilə aparır. Belə bir şey mən çox istəyərəm. Belə bir kamping karım olsun, çıxım gəzim. Prosto bahalıdır, elə ucuzlu bir şey deyil. Dans 5,2 km. Tournez à droite sur rue de la Gibauderie. Bahalıdır, hə. Bu videonun hamısını bilirsiniz nə edəcəm? Birləşdirəcəm, bir dənə video olsun. Çünki kamerada belə bir şey var da. 40 dəqiqəni keçəndə 40 dəqiqəni keçmir. 40 dəqiqəni keçəndə dayanır. Hə. Ona görə elə bir 3-4 dənə yəqin ki 40 dəqiqəlik video vardı. Elə ehtimal edirəm. Mən də hamısını birləşdirəcəm, bir dənə 2 saatlıq video falan olsun, elə paylaşım. Da eləyirik 4-5 dənə video niyə eləyək də, bir dənəsi olsun. Əsas maraqlandıran bilirsiniz nədir məni? Bu mikrofonun kalitesi. Çünki keçən dəfə mikrofonsuz eləmişdim. Çox belə keyfiyyətsiz idi də, heç xoşuma gəlmədi. Heç ürək açan deyildi. Bu dəfə amma fərqlidir də. Bu dəfə mikrofon taxmışıq. Ümid edirəm ki, daha keyfiyyətli, daha gözəl, daha yaxşı olacaq. Mikrofonun da nə mikrofonudur desəz, DJI-ın mikrofonudur. DJI 2. Elə kameram da DJI kamerasıdır. Amma kameranın keyfiyyəti o qədər mükəmməl deyil. Daha yaxşısı deyəsən çıxıbdır. Ona da pul vermək kimi bir motivasiyam yoxdur açığı. Police signalée sur votre trajet. Aha, polis sinyali deyəndə adətən radar olur. Bu Waze aplikasiyasında insanlar radarların yerini deyir digər sürücülərə. Hə, yaxınlaşanda Waze, aha, yaxşı. Aha. Yaxşı, qırmızı işıq. Qırmızı işıqda mən adətən telefona baxıram da, yaxşı, burada baxmıram çünki gedirik. Qabaqda bir tunel vardı, o tuneli göstərəcəm sizə. Ötelərdən bir səs gəldi, rüzgar, rüzgar, efkar, efkar, gəldi sinə. Etməz insan, rüzgar, rüzgar, gəldi dilə, efkar, efkar, dardan telə, yar. Radar odur, bax, qardaş, qabaqda görürsünüz, sağ tərəfdə. 70 ilə, 70-i ölçür bu, biz də 69 ilə gedirik. Cibimizin dərdindən ehtiyatlı sürük. Qabaqdakı mənzərəyə bir diqqət edin, qardaş. Görün, nə gözəl mənzərədir. Sağ tərəf meşə, sol tərəf meşə, ortada bir tunel var. Bu tunelin üstündən keçmək istəyərdim mən. Gərək, buna baxım görüm, bura nətər gəlmək olar. Tunelin üstündən bir keçmək istəyərdim mən açığı. O meşənin içərisi ilə gəzmək.
Ağlıma indi fikir gəldi. Burada bizim şəhərimiz kampüs. Mən kampüsdə qalıram. Çünki kampüsdə işləyirəm. Kampüsdə işlədiyim üçün, kampüsdə oxumuşam, kampüsdə işləyirəm. Bahadır amma qaldığım yer balaca bir evdə qalıram. Təsəvvür edin 450 avro pul idi. Balaca bir 20-22 kvadrat metrlik bir yerdir. Amma indi kampüs olduğu üçün elədir də. Çünki hər yerə şeyə yaxındır, marketə yaxındır, iş yerimə yaxındır. Mənə də xeyir eləyir. Dəhşət açmışam. Dönəsən pavorotniki burada. Ən nifrət elədiyim şeydir. Dönür, amma pavorotniki vurmur. Mən hardan belə deyək, tapım, hardan şey eləyim ki, qəlbini oxuyum ki, sən sola dönəcəksən. Vaxtımızı aparırsan. Mən həmişə sağa dönürəmsə, sola dönürəmsə və s. şey edirəm. Vururam. Pavorotniki həmişə vururam, istisnasız. Həmişə pavorotniki vururam. Все, getdi. Buranı da keçək, sonra videonu dayandırıram. Və ümid edirəm ki, video çəkib. Təsəvvür edin, açıram kameranı ki, video falan çəkməyib. Dəhşət pis olaram. Bayaqdan da zəvzəyirəm. Bilmirəm, zəvzəmək sözünü bilirsiniz yoxsa yox. Zəvzəmək biz Naxçıvanlarda deyirik. Çox danışmağa deyirlər. Fransız dilində zəvzəmək sözü var. Fransız dilində sırf zəvzəmək feilini je casse feili ilə ifadə edirlər. Tamam. Dostlar, burada şeyi dayandırıram videonu. Burada dayandırıram. Özünüzə yaxşı baxın. Özünüzdə müğayyət olun. Gələn dəfə o təqaüd üçün müraciət göndərdiyim nöqtədən etibarən inşallah danışacağam. Sağ olun, hələlik.